Nadir Şah Əfşar və Türksoylu Əfşarlar sülaləsinin banisi. Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona Şərqi Napoleonu və 2-ci Makedoniyalı İskəndər kimi ləqəblər vermişlər. 17-ci əsrin sonu 18-ci əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi Əfqan işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı İmperiyası tərəfindən işğal olunmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlamışdı. 1723-cü ildə 1-ci Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri ələ keçirmişdi. Faktiki olaraq Mazandaran vilayətindən başqa heç bir yer müstəqil deyildi. Burada isə hələ Səfəvilərin hakimiyyətindən sonlarından bəri möhkəmlənmiş Fətəli xan Qacar hökmranlıq edirdi. O, Səfəvi şahı Sultan Hüseynin Əfqanların əlindən qurtulmuş oğlu Təhmasibi öz sarayında saxlamışdı. Az sonra Təhmasib özünü şah elan edir. Ölkədə qərarlaşmış vəziyyət həm kəndlilər, həm şəhər əhalisi, həm də zadəganlar arasında haqlı narazılıq doğururdu. Bu narazılıq get-gedə artırdı. Bircə işğalçılara qarşı mübarizədə rəhbərliyi öz üzərinə götürə biləcək lider çatışmırdı. Nəhayət, belə bir lider də tapıldı. Bu o zaman çox da tanınmayan Nadirqulu xan Əfşar idi. İranın gələcək şahı Nadirqulu xan türk tayfalarından Əfşarların qırıqlı boyundan idi. Onun əcdadları hələ 1-ci Şah İsmail zamanından Azərbaycandan Xorasana köçürülmüşdülər. Nadirqulu da 1688-ci ildə burada kasıb bir ailədə doğulmuşdu. Hələ 18 yaşı tamam olmamış o anası ilə birlikdə Xarazm özbəklərinin yürüşlərindən birində əsir alınır və qul edilir. Çox keçmədən əsirlikdən qaçıb Xorasana qayıdan Nadirqulu Əbi Vərd hökmdarı Baba Əli bəyin yanında qulluğa götürülür. O, başına kiçik bir dəstə toplayıb Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadirqulu bəy adlandırmağa başlayır. Nadirqulu bəyin hünərvər Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadirqulu kömək üçün Şah 1-ci Təhmasibə müraciət edir. 1726-cı ildə Şah Təhmasib və Fətəli xan Qacar Məlik Mahmudu devirib, burada Səfəvi şahının hakimiyyətini bərpa etməkdən ötürü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla hadisələr sonraki inkişafı göstərir ki, artıq 1727-ci ildən Nadir Şah Təhmasiblə də əlaqələri tam qırır və bütün Xorasanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadir nəzarətdən çıxmış Kürd və Türkmən qəbilələri və şah qoşunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarır. Bu arada Nadir bir sıra qətiyyətlə yürüşlər vasitəsilə bütün şimal-şərqi İranı birləşdirir. İrandakı Əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərdə narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana Nadirin üzərinə yeridir. 1729-cu ilin 30 sentyabrında Mimandoz çayı sahilində döyüşdə Əşrəfin qoşunları darmadağın edilir. Nadirqulu xan müqaviləni tanımaqdan imtina edir və qədim türk ənənələrinə görə xan və əyanların qurultayına çağırır. Qurultay Şah Təhmasibi taxtından salaraq onu 3-cü Şah Abbas adlandıran 8 aylıq oğlunu şah elan edir. Faktiki olaraq bütün hakimiyyət Nadirin əlində cəmləşir. Bundan sonra Nadir 2 il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələrlə bütün Azərbaycanı və Şərqi Gürcüstanı Osmanlılardan təmizləyir. Başxanovun yazdığına görə Nadirqulu xanın sərkərdəlik istedadı Gəncənin mühasirəsi zamanı özünü daha parlaq bir tərzdə göstərmişdi. O zaman Gəncədə Osmanlıların qarnizonu otururdu. Mühasirə tamam daralsa da qarnizon Abdullah Paşadan kömək gələcəyi ümidi ilə təslim olmurdu. Hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir Şah öz mövqeyini müharibələrlə möhkəmləndirir və onun hərbi duhası həm şan köməyinə çatır. Yer üzünə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar. Nadir Şah yürüşlərə çıxmaqla həm ölkənin iqtisadiyyatını dirçətmək, hakimiyyətindəki sülalələrin dəyişikliyindən narazı qalan qızılbaş əyanlarını varlandırmaqla onları öz tərəfinə çəkmək məqsədini güdürdü. 1737-ci ildə Nadir Şah üsyana qalxmış Əfqanlara qarşı çıxış edir və həm Heratı, həm də Qəndaharı tutur. Nadir Şah 1740-cı ildə Buxara və Xivə xanlıqlarının öz dövlətinin tərkibinə qata bilir. 1741-ci ildə isə Dağıstan üzərini yeriyir. 1738-ci ildə Manik kəndi yaxınlığında döyüşdə Nadir Şahın qardaşı İbrahim xanın qoşunları dağların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, İbrahim xan və Gəncə Bəllər bəy Uğurlu xan Qacar öldürülmüşdür.
Nadir Şah özü də Dağıstanda inadlı müqavimətlə qarşılaşır, lakin hər halda 1743-cü ilin əvvəllərində bir neçə qələbə qazanır. Görünür, Nadir Dağıstanın üzləşdiyi çətinliklərdən sonra özünü sındırmamaq üçün üzərində öz adı həkk olunmuş pul da buraxdırır, lakin hər halda o Dağıstandan geri çəkilməli olur. Dağıstana zəifləmiş nüfuzunu bərpa etmək məqsədilə Nadir Şah vaxt itirmədən Türkiyə ilə müharibəyə girir. Buradan döyüşlər Ərəb bilaqini ələ keçirmək üçün aparılır. Lakin bu dəfə də döyüşlər gah bu, gah da bir tərəfin üstünlüyü ilə keçir və qələbə qazanılır. Bir səbəb də bu idi ki, Nadir öz əleyhinə qalxmış üsyanları yatırtmaqdan ötürü qoşunların bir hissəsini İrana, onun ətrafındakı ölkələrə göndərmişdi. 1746-cı ildə Nadirin Osmanlı İmperiyası ilə bağladığı sülh müqaviləsinə görə köhnə sərhədlər saxlanılırdı. Elə bu illərdə Nadir Şah Bəhreyn, Oman və Moskva üzərindən yürüşlər də keçirir. Ölkənin paytaxtının talan edilmiş İsfahandan Məşədi köçür və bu şəhərin yaxınlığında dağın başına özünə Kərat adlı bir qala, Kərat qalası qurdurur. Nadir xəzinəsini burada saxlayırdı. Qalanın tikilməz ağla gəlməz çətinlikləri yaradır. Azərbaycan kəndləri bura Antoqya və ağırlığından mərmər təbəqələr gətirirdilər. Eyni zamanda Nadir Şah Fars körfəzində və Xəzər dənizindən donanma yaradılması işinə başlayır və ordusunu yenidən qurmaq fikrinə düşür. Hər iki məqsədlə Avropa ölkələrindən mütəxəssislər gətirilir. Onun ordusunda artilleriya və tüfəngçilər ağır müşketlərlə silahlanmış piyada döyüşləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar və nüvələr döşməkdən ötürü mərdən möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Onun apardığı mərkəzləşdirmə siyasəti feodal ayanların maraqlarına toxunurdu. 1741-ci ildə Mazandaran meşələrini keçərkən Nadirə suiqəst olur. Bundan sonra Dağıstanda uğursuzluqlar və 1743-1747-ci illərin üsyanlar dalğası başlayır. Bütün bunlar Nadir Şahı qəzəbləndirir və o kütləvi cəza tədbirlərinə başlayır. Təqiblər aparıcı soyların məşhur nümayəndələrindən də yan keçmir. Bunun nəticəsində sarayda suiqəst havası yetişir və 1747-ci ilin iyununda gecə öz çadırında Nadir qətlə yetirilir. Bir çox tarixçilər Şərqi Napoleonu adlandırdığı bu böyük şəxsin həyatı belə faciəli şəkildə başa çatır.